gün əziz tamaşaçılarımız Milli Kino Günüdür. Bəli, çox gözəl yerinə düşdü. Bizim Cəbiş müəllim filminin soundtrack'ı səslənir. Ümumiyyətlə bu mahnı artıq eşidən kimin Azad Azərbaycan Radiosunda 106 FM-də silsilə şəklində bax belə filmlərin soundtrack'ı var. Biz başladıq təxminə və zaurdan, bilirsiniz də o radiomuzun 106 FM radiosunu hazırladığı bir məhsuldur. Biraz ona da səs verək. Yox. Chopin'in prelüdiyasıdır. Mən olmayanda birdən bu musiqini eşitsən, dərhal hər şey yadına düşəcək. Leningrad. Bu görüşümüz. Yenə başladı. Biz heç vaxt ayrılmayacaq. Əlbəttə. Amma bilirsən Zaur, həyatdır. Hər şey ola bilər. Yəqin ki, haçansa rastına başqa qadınlar da çıxacaq. Mütləq çıxacaq. Görüşdük, nə çətin, bayıldık, nə olsun? Biraz təmin edən tanış. Və təbii ki, həvəz olmaz Rauf bəy səsi çox gözəl və bu necə idi? Gözəl bir layihədir və bu layihələr silsilə şəklində davam etdi və 1915-ci ildə Azərbaycanda ilk bədii film çəkilib və o bədii film ümumiyyətlə Neft və Milyonlar Səltənətində əsərin üzərində qurulub. Təbii ki, Azərbaycan neftindən orada söhbət gedir və biz hamımız bu haqda çox gözəl bilirik. Bugün istədik kino biraz yad edib. Başqa nə var bizə radioda olan soundtracklərdə? Nəsə var mı? Götürürsən mən. Başla gedək. İkinci bir əlbəttəndir. Bəxtiyar. Aha. Ölməz sənətkarımız Rəşid Behbudov. Çox sevilən filmlərimiz var. Bəyin Oğurlamasını da mən bilirəm ki, bizim var soundtrack'ı. Gözüm su içmir. Bəyin Oğurlaması. Var elçilərin fərli adamlardı. Elçilerin kendin kaymağı biri bırakacak. Onun adını çəkmə. İkincisi Ahmet Emin. Evet, onu görəndə atamın gözü ağrıyır. Üçüncüsü de Alman oğlu. Onda tanrı mübarək. Ümumiyyətlə bu sayədə çalışan bütün insanları ürəkdən təbrik edirik. Bütün insanları, dəyərli aktyorlarımızı, xalq artistlərimizi, rejissorları, operatör, bu sayədə zərrə qədər əmək olan insanlar hər kəs təbrik edir və nə yaxşı belə gözəl filmlərimiz var. İndi isə təhsil haqqında sizə informasiya verəcək və Akinter qonağımız da yenə də qarşınıza gəlir hal-hazırda qonaqlarımız. Söhbət Kənan Cəlilovdan gelir və onunla bərabər Timoşka Anna Mixaylovna gəlir. Добро пожаловать! Здравствуйте! Очень приятно. Ой, спасибо. Kenan Bey, hoş geldiniz. Da, здесь. Kenan Bey də yerini artıq bilir haradadır. Salam, hörmətli tamaşaçılar. Bizi ekran qarşısında izləyən tamaşaçıları da tamamlayıram. Bəli. Ümumiyyətlə, Kənan, biz artıq alışmışıq ki, siz bizi maraqlı xəbərlərinizlə hər zaman sevindirirsiniz və bu xəbərlər o qədər dolğun. Bugün, ötən günün bir məsələ vardı. Mən deyirəm ki, görün nə gözəl bir zamanədə yaşayırıq ki, artıq uşaqlar ölkə xaricində təhsil almaq üçün fikirləşmirlər. Birdən mənim imkanım olar, birdən orada mənim tanışım olar, birdən nə bilim qohum olar, bilirsiniz də, həmişə insanlar belə fikirlərlə aldanırlar, heç vaxt aldanmayın. Çünki mənim yadıma gəlir, mən Tibb Universitetinə qəbul olanda dedilər ki, qəbul ola bilməyəsən, qəbul oldum. Dedilər, oranı özün bitirə bilməyəcəksən, özüm də oranı bitirdim. Çünki bilirsiniz ki, bu bütün müşayələr falan, hər şey biliyin əsasındadır. Yəni, oxuyursunuzsa, bəhrəsi də var. Kənan, mikrofonunuzu açın zəhmət olmasa. Yox, qonağımız açdın onda. Atmış mikrofon, pajasın. Yaxşı. Aha, indi mən istərdim ki, bir hədiyyənizə də baxaq görək, nədir burada hədiyyə? Ay, qonağımız oradan gəlir, biz niyə məsələn bizə məlumat vermişsiniz? Ay, спасибо вам большое. Gəlin ürəkdən alqışlayaq. Bu çörək təqdim etmək ya знаю. Bir dəfə də mən yadıma gəlir ki, Ukraynadan səfirlikdə getdim, çəkilişim oldu. Bir məkan rubrikam vardı, yadınıza gəlirsə. Və orada çox sevindiyim olan mətbəxində kartoşkala, kartofilna oladyi. Очень люблю. Да. О.
Да, национальное блюдо. И ona görə də mən bu çox bəyəndim. Spasibo Magronlar, spasibo. Kənan bəy, Ukrayna haqqında danışırıq yenə bugün. Belə şirkətiniz Akinter haqqında bir balaca bizə belə deyək, informasiya versəz çox gözəl olar. Deməli Aristotelin yaxşı belə bir sözü var. Aha. Begin is half-done, yəni başlanğıc işin yarısını bitirmək deməkdir. Və mən demək istəyirdim ki, Akinter şirkəti 1998-ci ildə bu şirkət üçün çox çətin də olsa quruldu və məqsədi Azərbaycan gənclərinin xarici ölkələrdə yüksək səviyyəli və keyfiyyətli təhsil alması idi. Bizə müraciət edən tələbələrə və valideynlərə biz çalışdıq ki, keyfiyyətli onların imkanlarını və gələcək planlarını nəzərə alıb məsləhətlər verək. Aha. Öz bizim uğurlarımıza görə, yerli və xarici uğurlarımıza görə Akinter şirkəti diplomlar və sertifikatlarla tərtib olunubdur. Hansı ki, uğur, intellekt, the best, the first, Bəli. smart, Avropanın ən yaxşı təşkilatı, belə. Aha. Ümumiyyətlə biz bilirik ki, söhbət açdığımız universitetlərə yalnız Kənan bəyə gələn şirkət, yəni Akinterin lisenziyası var. Digər insanlara aldanmayan, ola bilər ki, digər vasitələr olur da kimsə ali məktəbə qəbul olmaq istəyəndə və yaxud da qəbul olmayan müəyyən olanda hər kəs kömək etmək istəyir. Amma onların bilirsiniz ki, əksəriyyəti sizi bəlkə də aldada bilərlər sonunda, nəticə olmayacaq. Amma keyfiyyətli təhsildən gedirsə söhbət, dövlət universitetlərindən gedirsə söhbət və Akinter tam etibar edə biləcəyiniz bir mərkəzdir. Nömrələrini xatırladırıq, yazın, çünki sonra axtaracaqsınız bizi. Buyurun nömrələrinizi. Nömrələrimiz 447 42 47 şəhər nömrəsi. Aha, 442. Bir məsələ var. Biz hər zaman Ukrayna universitetlərdən danışırıq. Bugün Anna xanım bizə hansı universitet haqqında danışacaq? Anna xanım Ukraynanın Elmlər Akademiyasının nəzdində olan Pedaqoji Universitetin direktorudur. Həm də bizim işlədiyimiz bir universitetin nümayəndəsi kimi gəlibdir bura. Yəni pedaqoqlar, müəllimlər, ay nə gözəl sahədir. İstərdim ki, bu haqda bizim geniş bir informasiyamız olsun. Расскажите, пожалуйста, о своей учреждении, университете. Я профессор педагогики. Я представляю Академию педагогических наук Украины, в составе которой есть университет менеджмента и образования. Но, несмотря на то, что Академия педагогических наук Украины, мы готовим менеджеров, готовим управленцев организаций и экономической среды. Дальше. И готовим также психологов и магистров тоже. И представители или преподаватели педагогики высшей школы, профессуру готовим к преподавательской работе и руководителей учебных заведений. Спектр нашей деятельности, нашего института очень большой и широкий. И к тому же, я думаю, что это большой престиж, если под эгидой Академии педнаук находятся такие институты, которые готовят молодежь готовит к разным специальностям, для того, чтобы они совершили профессиональную карьеру. Aha. İndi Kənan bəy bizi tərcümə eləyəcək. Deməli, universitet Elmlər Akademiyası nəzdində olan Pedaqoji Universiteti, universitetin əsas fakültələrindən pedaqogikadır, menecmentdir, psixologiyadır, idarə etmədir və ali təhsil ocaqlarının idarə etməsi konkret olaraq bir ixtisas kimi həmin universitetdə keçirilir. Aha, çox gözəl. Ümumiyyətlə, niyə valideynlər Akinteri seçir? Niyə? Ona görə ki, biz etibarlıyıq və biz insanların, demək olar ki, tələbələrin, bizə müraciət edən tələbələrin imkanlarını, yenə deyirəm, və gələcək planlarını nəzərə alıb onlara məsləhət veririk. Mən bizim şirkətə müraciət edən hər bir tələbəni öz evladım kimi qəbul edirəm və onlara öz evladım kimi məsləhət verirəm. Öz evladınız varmı? Bəli, var. Allah saxlasın. Mən təsəvvür edirəm ki, siz artıq hansı universitetlər, institutlar, məktəb... Yeri gəlmiş ki, mənim sizinlə maraqlıdır. Valideynlər hərdən istəyirlər ki, orta məktəbi də övladları xaricdə bitirsinlər, oxusunlar. Bu istiqamətdə də kömək edirsinizmi? Bəli, biz dünyanın 75 ölkəsində orta məktəblərə də kömək edirik qəbul olmağa.
və universitetlərə. Aha, nə yaxşı. Məsələn, Ukraynadan danışdıqsa, pedaqoqlar, yəni gələcək pedaqoqlarını yetişdirən bir universitetdən danışdıqsa, mənə maraqlıdır sadəcə olaraq. Yəni Azərbaycanın hal-hazırda həmin universitetdə varmı tələbə, nə qədərdir və onlar artıq məzunlar nə qədər olub? Bir balaca bu haqda statistik məlumatınız ola bilərmi? Ukraynada bugünkü günə qədər 3000-ə yaxın Azərbaycanlı tələbə var. Maşallah. Bəli. Aha. Demək olar ki, hər bir universitetdə bizim tələbələr var. Yəni bugünkü gündə elə bir universitet yoxdur ki, Ukraynada orada Azərbaycanlı olmasın. Həmin bizim qonağımız təmsil etdiyi universitetdə də Azərbaycanlı tələbələr var. Aha. Biz təbii ki, çox maraqlı söhbətimizi davam edəcəyik. Amma bilirsiniz ki, bu yaxınlarda Yurmalada olan o müsabiqə, illərdir bizim də çox dəyərli sənətçilərimiz gedib bu müsabiqədə iştirak ediblər. Və Çingiz Mustafayev'i göndərdik və söylədik ki, qaydanda Çingizi yenə verilişimizə dəvət edəcək, nəticələri ilə bizimlə bölüşsün, paylaşsın. Təbii ki, Çingiz tək getməmişdi. Bizim artıq gözümüz alışıb bu gözəl xanımı Avroviziya yarışmalarında başladığı ilk gündən etibarən bütün bizim iştirakçılarla bərabər Zəhra Bədəlbəyli və Çingiz Mustafayev gəlir. Hal-hazırda alqışlarınızla. Hoş geldin. Zara, hoş geldin verilişimize. İstersen sen burada dur. Hoş geldiniz. Aslında həmişə vətəndə. Çingiz, mikrofon zəhmət olmazsan. Hoş gördük. Sabahınız xeyir olsun. Səhv eləmirəmsə veriliş bu gün sizə Bəli, tətilə gedirik, tətilə getməsən öncə düşündük ki sizə yaxşı istirahətlər. Məncə hak edirsiniz Türklər demişkən. Təbii. Biz də bu yaxınlarda müsabiqədən qayıtdıq. 2 güç gün olar. Əslində dincələmək vaxt olmadı, amma mənə gəlir biz də hər halda bu avqust ayında bir 4-5 gün tapıb dincələrik. Necə keçdi? Kimlər var? Zəhra, salamlar tamaşaçılarımızı. Buyuran hamınızı çox sağ olun ki, dəvət elədiniz. Biz müsabiqədə olarkən 20 gün orada olduq və məşqlər getdi, sonra müsabiqə başlandı, final mərhələsi. Çox maraqlı idi əslində. Çingiz də öz təəssüratlarını danışsın. Bir də sən bax, bu işdə çox peşəkar bir insansan. Biz sizi gördük konsertdə, oradan getdiniz də, elə bir ki, sabah, həmin günü axşam yola düşürüz. Emin ağalarımın konsertində idik, hamımız bərabər. Mən salamlayıram Çingizin anasını, xalasını, onlar hər zaman bərabər olur. Əslində deyirəm ki, yəni Zəhra bizim gözümüz alışıb. Deyirəm, Zəhra, harada Avroviziya yarışması oldusa səni gördük. Yəni fərqindəydin mi? Ümumiyyətlə, nə qədər yaxşı, pozitiv, belə deyək, iş bilən insanların əhatəsindəsən. Əlbəttə. Yəni bu əminlik gəlirdi mi o insanlardan sənə? Təbii ki, belə bir dəstək çox vacibdir və tək halda gedib orada bir şey eləmək çətindir. Bəli, bəli. Hansı mahnını oxudun? Orada 3 mahnı elədim. Deməli, bir dünya hitindən elədim və sonra Polina Gagarin'la duet oxuduq, spektaklə Konça mahnısını və sözlü musiqisi mənə aid olan Qadının mahnısını elədim. Belə 3 mahnı olundu. Maşallah 3 mahnı oxumusan. Elə hər kəsən 3 mahnı oxurdu. Yarışmanın, yəni müsabiqənin əsas, yəni belə deyək, şərtləri belə budur. Amma mənə gəlir, mən orada böyük bir məktəb keçdim, Aleksandr Revzin məktəbini və bu məktəbi keçəndən qədər mən hal-hazırda fikirləşirəm ki, mən bundan qabaq necə oxuyurdum, yəni necə səhnəyə çıxırdım. Həqiqətən, çünki o qədər xırdalıqlar varmış bu sənətin içində. Yəni gitaranın yox, musiqinin yox. Sırf səhnə aləminin içərisində böyük bir təsir, böyük bir sir var, yatırmış. Bunların hamısını öyrəndim. 15 gün, hər gün demək olar ki, biz 11 saat gündə məşq elirdik və məsələ buna görə çox şadam ki, məsələn o müsabiqədə iştirak elədim. Mənim maraqlıdır, sən o məktəbi keçdikdən sonra indi mahnıları necə ifa edirsən? Bizim vaxtımız, zamanımız varmı bir musiqi işidək, yoxsa reklamlara ayrılacaq? Zəhra, maraqlıdır, mən neçə ölkədən, dövlətdən qatılmışlar yarışmaya? 16 iştirakçı var idi. Həm Kubadan, həm Vyetnamdan olmuşdu, həm Gürcüstandan keçmiş. İndonezya var idi, Almaniyadan var idi, cürbəcür bütün ölkələrdən var idi, yəni SSR ölkələrindən var idi. Ümumiyyətlə, bu il iştirakçılar çox güclü idi. Onu deyim sizə ki, hamının səsi çox güclü idi və mahnılar maraqlı idi. Yəni bu 12 il ərzində müsabiqə 12 ildə fəaliyyət göstərir və 12 ildə... Hal-hazırda şəklini görürük, başda sözünü kəssin Çingiz. Emin ağalarla bərabər. Çıxışınız oldu mu Emin ağalarla? Emin də orada çıxış edirdi həmən konsertin zalda və həm də ki, dəstək kimi orada iştirak edirdi Emin. Çox kömək oldu.
yəni demək olar ki, nə qədər ulduzlar var idisə, hamısı bu Yurmalı şəhərində idi. Bu Lara Fabian olsun, Kutu da Kutuni olsun, sonra Xolya Iglesias olsun. Aha. Rus Hamı iştirak eləyirdi, həm də səhnə arxasında misal üçün Çingizə deyirdilər ki, çox xoşlayırıq, sənin stilin özünə məxsus Bax, stilin mənə bu var. maraqlı necə qarşılandı? Çox Çingiz? yaxşı qarşılandı. Yəni ki, ona xüsusi diqqət var idi. Onu çox hamı vurğulayırdı ki, onun mahnıları xüsusən onun öz bəstələdiyi mahnı hamının xoşuna gəldi. Azərbaycan dilində ifa elədi, hamının çox xoşuna gəldi. Qadının mahnısı mı? Bəli, bəli. Azərbaycanca da ifa etdi. Elədir ki, var. Gör necə təsir bağışlayır. Çox adamlar rus dilində ifa eləyirdi, məsəl üçün bəzi ölkələrdən və yaxud məsəl üçün Vyetnamın ingilisində ifa eləyirdi, Kubalı başqa dildə ifa eləyirdi, amma mən öz dilimdə ifa elədim. Mən də mahnını çox bəyənirəm. Təşəkkür Sən edirəm. də çox gözəl, özün bəstələmisən, Bəli, bəli. bilirəm ki. Özüm olsun. Və burada da hal-hazırda bax, ananla, xalanla necə həyəcanlıdır. Bibişka. Həm onlar gəlmişdi, həm də Çingizin Bibi o, Bibi, xala. Bəli, Bəs Polina Bibidir. göstərilir Qagarina. Aha. Bu məşq zamanıdır. Duet necə alındı? Duet yaxşı alındı, kifayət qədər dəyişik aranjmanda ifa elədik. Bəli, Yəni orijinal üslubda deyildi. bəli. Abbasunova üslubunda eləmişdim. Maraqlı qarşılandı. Kənan bəy, biz indi görürsünüzmü Yurmalada, bax bu yarışmadan danışırıq, hər bir sahədə təhsildən danışırıq. Bu musiqi təhsili almaq üçün varmı sizin müraciət eləsələr? Bəli var. Böyük Britaniyada böyük konservatoriya var. Ukraynada var konservatoriya, Amerikada var Yəni konservatoriya. Akinterə müraciət eləsələr Bəli. mümkündür ora getməkləri. Bəli, Maraqlıdır. Görürsünüzmü, bax onu da öyrəndik və Akinter elə bir mərkəzdir ki, orada yəni yalnız və yalnız dövlət universitetlərinə göndərirlər və ən əsası orada deyir ki, sənin cibində pul var, yoxsa yoxdur. Əgər sənin təhsilin varsa, istəsən, yəni ki, ümumiyyətlə bundan sonraki planların nədir? Bax, sənin yaradıcılığına Yurmalada yazıldı. Maraqlıdır. Doğru mu? Gözəldir. Nədir ki var. Yəni həddən çox insanlarla tanış oldum, dostlarla, təzə ətraf yarandı məndə, ətraf mühit. Çox gözəl insanlarla tanış oldum. Həqiqətən hansı ki, bugünkü gündə də onlarla ünsiyyətdəyik. Yəni düşünürəm ki, böyük bir pillə ki, bu pillə mənə lazım idi bu pilləni keçmək. Amma hal-hazırda soruşsanız ki, nə eləmək istəyirsən, nə fikrim var? Bakıda yaşayıb bunu demək biraz çətindir ki, mən yəni gələn 2 ilə, 1 illə nə planlarım var. Çox çətindir. Yəni öz axarında gedir hər şey. Amma planlar var, əslində var. Mən biraz sir açım, çünki həm konsert planlaşdırırıq, həm də ki albom üzərində işləyir Çingiz. Belə də bir albom olmayacaq, çünki 2-3 istiqamət var. Həm sözsüz musiqi olacaq, həm belə deyək sintez olacaq, həm onun şəxsi bəstələdiyi mahnılar olacaq. İnşallah. Həm də mən fürsətdən istifadə edərək Gənclər İdman Nazirliyinə çox böyük təşəkkürümü istəyirəm bildirmək. Çünki həmişə, hər zaman Çingizə çox böyük dəstək göstərirlər. Həm Yurmalada dəstək oldular bizə. Böyük Çox sağ səhnə olun. layihəsində də böyük bir Bəli, dəstək vardı. əlbəttə ki, Bəli, Port çox- Bayard. Port Bayardda. Port Bayarda gəldikdə Zəhra da bizimlə Port Bayarddaydı. Maşallah, səni orada kəşf elədik. Zəhranı da orada başqadır, hamısını baxacaqsınız inşallah sentyabrdan. Və yeri gəlmişkən Zəhra, təbrik edək mi? Bizim orada Rafiq adında, Rafiq Hüseynov adında çempionumuz var idi. Bəli, dünya çempionumuz, Avropa çempionumuz vardı. Bugün övladı dünyaya gəlib. Bütün Təbrik edirik onu. Port Bayard adından təbrik edirik. Biz 8-ini gözləyirdik. Bəli, 8-də olmalıydı, amma özü də Bakıda deyil. Bəli, Deyir ki, mən necə Bakıda deyiləm, oğlum olub. Amma çox gözəl bir hadisədir. Təbrik edirəm. Xoşbəxt ailə. Təbii ki, bax bu sizdə var. O Rafiqin üzündə yazılıb ki, nə qədər xoşbəxtdir. Davamlı olsun və övladınız atalı, analı böyüsün. Qısaca bir ara, qısa aradan sonra Çingizdən gözəl bir mahnı eşidirik və Akinter haqqında təbii ki, informasiyalarımızı toplayacağıq və yerilişimizin gedişatını söyləyim ki, hələ qarşıda daha maraqlı qonaqlarımız da var. Humay var, Tardı İfasıyla bizi feyziyab edəcək və Vasif Məhrəmli bizimlə bərabər olacaq.
kız ateşe beni attın ay kız ateşe beslemektir eşkini inan peşen atacaktın beni sevdiğin söylemez ne için doldur eşkin şerbetini ver için söyle söyle sana böyle ne oldu yar atacaktın beni sevdiğin söylemez ne için doldur eşkin şerbetini ver için söyle söyle bize böyle ne oldu yar söyle söyle bize böyle ne oldu yar çağırıram gel haralarda kalmışsan beni incitme yalvarırım yar beni atma terk etme çağırıram gel haralarda kalmışsan beni incitme yalvarırım yar beni atma terk etme atacaktın beni sevdiğin söylemez ne için doldur eşkin şerbetini ver için söyle söyle bize böyle ne oldu yar söyle söyle bize böyle ne oldu yar gözü yolda kaldım ay güzel gözü yolda kaldım ay güzel bahar öttü yar bağlar oldu hazen atacaktın beni sevdiğin söylemez ne için doldur eşkin şerbetini ver için söyle söyle sana böyle ne oldu yar atacaktın beni sevdiğin söylemez ne için doldur eşkin şerbetini ver için söyle söyle bize böyle ne oldu yar söyle söyle bize böyle ne oldu yar çağırıram gel haralarda kalmışsan beni incitme yalvarırım yar beni atma terk etme çağırıram gel haralarda kalmışsan beni incitme yalvarırım yar beni atma terk etme atacaktın beni sevdiğin söylemez ne için doldur eşkin şerbetini ver için söyle söyle bize böyle ne oldu söyle söyle
bize böyle ne oldu ya? Söyle söyle bize böyle ne oldu ya? Söyle bize böyle ne oldu yar? Bax, belə istedadlı bizim gənclər var, nə gözəl. Və bir daha, təbii ki, Yurmaldan qayıdandan sonra sizin planlarınız, mən belə başa düşdüm ki, Zəhra, yeni layihə ilə bax, belə milli musiqilərdən ibarət olan silsilə mahnılar olacaq. Bəli, artıq il ərzində Çingiz ayrılıq mahnısını eləmişdi, öz aranjmanı. Sonra bu mahnı və digər belə deyə bizim mahnılarımız olacaq onun üslubunda. Aha, çox gözəl. Uğurlar arzu edirik sizə. Yeri gəlmişkən sən də mahnı yazırsan, Zəhra da mahnı yazır. Emin Ağalarımın konsertində bizim Avroviziya yarışmasının qalibi Fərid bu dəfə sənin yeni mahnını ifa etdi. Mənim sözlərimə. Sözlərinə. Birinci mahnı idi mi o, yoxsa belə çox sənin sözlərinə yazılan mahnı? Yox, əslində Day After Day mahnısından başlayaraq. O ildən başlayaraq çoxdur, bəli. Bizim gənclər Kənan bəy çox istedadlıdır. Sadəcə olaraq onlara doğrudan da düzgün istiqamətdə təhsil, doğru düzgün təhsil seçməyə lazımdır. Amma siz bizə hər zaman faydalı məsləhətlər verirsiniz. Nə yaxşı ki, Akinter var və övladlarımız ölkə xaricində istədikləri peşəyə sahib ola bilərlər. Yəni, Azərbaycanda da bu imkanlar var. Amma hər birimizin təbii ki, bu daxilində belə bir istəyi var ki, ölkə xaricində təhsil alaq. Və mən qonağımıza Anna Mixaylovana müraciət eləmək istərdim ki, вы почему выбрали Akinter? Вот это нам интересно. Знаете, сегодня... Пожалуйста, микрофон, если можно. Да, Спасибо. извините. Сегодня иметь надежных, работать с надежными партнерами – это залог успеха любого дела. И поэтому... Romanları, çünki bizim dəyərli sənətkarlar oxuyurlar, sonra adam insan həyəcan keçirir onlar burada oxuyanda mahnıları. Həqiqətən də çox güzel. Keçən dəfə Omay bizim verilişdə Emrah Rəhimovanın repertuarısında mənim çox sevdiyim mahnıdır, İntizar. İnan ki, 106 FM radiosunda bizim silsilə mahnılar var ki, hansı ki tez-tez səsləndirir, efirə gedir. O mahnı ən çox efirə gedib bir zamanlar. Onu da mən belə deyək də daha çox səsləndirim. Çünki o mahnı ümumiyyətlə doğrudan da gözəldir. Və mən keçən dəfə sən oxuduyanda dedim ki, yox, mən musiqiçi deyiləm. Ola bilər ki, musiqiçilər mən hərdən belə kimisi tərifləyəndə və yaxud göz fikrim, sadəcə mənim tamaşaçı fikrimdir. Gözəl alınmışdı, maraqlı alınmışdı. Yəni, amma elə mahnılar var ki, bir də görürsən ki, dəyərli sənətkarların repertuarından seçirlər o mahnıları və elə bərbad vəziyyətdə insan sadəcə olaraq çox-çox heyfslənir ki, ən az içimizdə valideynləri bu ifaçıya deyə bilərdi ki, evdə toxunma bu mahnı, bu mənim gənclik xatirəmdir, gənclik mahnımdır. Siz o mahnıların orijinal formasını, versiyasını eşitmişsiniz. Nəsə, bu haqda çox uzun danışmaq olar, sadəcə olaraq verilişimizi belə ikinci. Mən qısaca sponsora təşəkkürlərimi bilmək istəyirəm. Femina Xəz Qaleriyasına təşəkkürlər və siz Femina Xəz aləminə müraciət etməklə demək 5%-dən 35%-ə qədər xəzləri əldə edə biləcəksiniz və Femina Xəz Qaleriyası siz bir il ərzində qış və yaxud ki, yay bilmədiniz, bizimlə bərabər oldunuz. Sizə də təşəkkürümüzü bildiririk. Çox sağ olun. Və Life Color Plus, Life Color Plus ümumiyyətlə saçınızı boyayacağımız ən ideal saç boyasıdır. Life Color Plus ümumiyyətlə saç boyaları da gözəldir və qulluq vasitələri də çox orijinaldır və seçilir. Və Olympic Star, əyləncənin bir tək ünvanıdır. Olympic Star'ın peşəkar məşqçiləri Rəşmin və Şəmsə müraciət etsəz, tez bir zamanda ideal quruluşda ola bilərsiniz və əminəm ki, siz artıq orada olmuşsunuz. Çünki Olympic Star'ın məşq zalını görməyən və olmayan elə bir insan tanımarsınız ki, orada olmasın. Və bilirəm ki, Olympic Star həm də övladlarınızın doğum gününü qeyd etmək üçün gözəl bir məkan olduğu üçün siz oranı seçirsiniz. Yay, qış, yenə də fəslindən asılı olmayaraq siz Olympic Star'da dincəlin və övladlarınız çox qəşəng dincələcək. Ad günlərində orada qeyd edin. Və biz Şıxov tərəfə getdikdə Iceberg adında bir 5 ulduzlu otel görürük. Amma o otelin içərisində bizim ümumiyyətlə böyüklərin əyləncəsini təmin edəcək o qədər maraqlı vasitələr var ki, hovuzu var, dəniz kənarında çay süfrəsi var və bilirəm ki, bir Vəli müəllim var. Vəli müəllim, mən sizi salamlayıram və Vəli müəllim ümumiyyətlə sizin toy gününüzü, nişan gününüzü və yaxud ki, özəl bir gününüzü, o böyük bir səhnəsi var Iceberg'ın yüksək səviyyədə təşkil edən insanlardandır. Mən neçə tanışım, rəfiqəm, doğma insanlar var, orada göndərmişəm, toyları çox gözəl keçib, dəniz kənarında ümumiyyətlə romantik ab-havaya köklənmək istəyirsinizsə və iftar süfrələrinə də gedə bilərsiniz. Çox gözəl aşpazları var. Və Ulduz
2255 bu sizin taksinizin nömrəsidir. Qeyd edin. Harda olursa olun və Azərbaycanda Bakı ərazisində mütləq olaraq bu taksi nömrəsi ilə sizi ünvanına gəlib çatdıracaqlar. Asim müəllim, sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, bugün qonağımız oldunuz. Sağ olun. Bayramınızı təbrik edirik öncədən. Biz efirdə olmayacağıq. Və oruç tutandan Allah Taala oruclarını qəbul etsin. Allah Taala ən böyük xoşbəxtliyimiz bizim can sağlığımızdır. Və mən həmişə fikirləşirəm ki, insanın ruhu sağlam olarsa, insanın həyatında hər şey gözəl olur. Ruhumuz sağlam olsun. Bunu arzu edirəm sizə. Özümə də bunu arzu edirəm. Və bilirəm ki, bu aylarda çox çətin oldu. Allah Taala da gördünüzmü nə qədər gözəl bir hava oldu, sərinlik oldu. Bunlar hamısı Allah Taala'nın bir möcüzəsidir. Və bilirəm ki, bu Ramazan ayını artıq yekunlaşdığına heyfsilənən, təəssüflənən insanlar da var. Allah Taala bütün niyyətlərimizi həyata keçirsin. Biz isə bu il üçün artıq yekunlaşdırırıq. Gecə verilişində əmək olan bütün şəxslərə təşəkkürümü bildirirəm. Bizə etibar etdiyinizə görə sizə təşəkkürümüzü bildirirəm. Etibar çox böyük bir hissdir və etibarınızı doğrultmaq üçün əlimizdən gələni etdik. Şəxsən mən əlimdən gələni etdim və kollektivimiz Azada təşəkkürümü bildirirəm. Prodüserimiz hal-hazırda Aytekinə təşəkkürümü bildirirəm. Aytekin çox sağ ol. İş başında olan insanlar bugün burada bizimlə bərabər oldular və ümumiyyətlə hər kəsə dərin minnətdarlığımı bildirirəm. Fəxriyə təşəkkürümü bildirirəm. Fatihə təşəkkürlər və biz bu ili belə yekunlaşdırdıq. Hamıya əvəz olunmaz təşəkkürlər. Bizi gözləyin, gözləməyinizə dəyər. Və mən inanıram ki, Nanət xanım, yeni sezonda inşallah verilişimiz ola bilsin adı dəyişməyəcək, qalacaq, amma yeni studiyada bundan da möhtəşəm bir veriliş bizi, sizləri gözləyir İnşallah. Çox qısa bir arada, çox bir qısa fasilə olacaq, amma biz tez qayıdacaq. Ümumiyyətlə, mən istirahəti sevmirəm. Tez qayıdacaq və əminəm ki, siz o verilişlərimizdən də böyük bir zövq alacaqsınız. Hamıya təşəkkürümüzü bildiririk. Hamıya, ətrafımızda olan hər bir insana. Burada işıq rejissorlarından, səs rejissorları, operatorlarımızın bir adını çəkməyəcəm, çünki ismi növbə dəyişir, xətirlərinə də. Pultdan oturan Emin Adıyeva özəl bizim alqışlarımız. Vüqar müəllim, təşəkkür edirik sizə. Hər səhər burada bizimlə bərabər. Mən də texniki heyət, hamıya təşəkkür. Adlarınızı, isimlərinizi çəkmərəm birdən. Hamıya təşəkkürlər. Kənan, sizə təşəkkür. Azər, sənə və Zaur, sənə təşəkkürlər. Biz sinə sağlaşmama sizə təşəkkür və sonda sizin gözəl ifanızla. Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun. İnşallah indi ifa edəcəyim mahnı Zeynəb Xanlarovun bizim böyük sənətlərimizin repertuarından unuda bilmirəm. Nə gözəl.
ATV-də isti yayım davam edir. İstirahətin əvvəlsiz saatı, serial vaxtı. Həftə içi hər gün saat 19:10-da. Sevdiyiniz